Almanya prezidenti Frank-Walter Steinmeier'in martın 31-də İrəvana, aprelin 2-də isə Bakıya səfəri çərçivəsində paylaşdığı görüntülər Ermənistan ictimaiyyətində gərginliyə səbəb olub. Global Info xəbər verir ki, Almanya lideri hər iki şəhərin yüksək ərazidən ümumi mənzərəsini paylaşıb. Instagram sosial şəbəkəsinin hekayə bölümündə paylaşılan videoda İrəvanın köhnə üslubda görüntüsü, müstəqillik dövründə yenilənən, o cümlədən yeni tikilən binaların, obyektlərin nizamsızlığı, qarışıqlığı diqqət çəkib. Lakin Bakının müasir memarlığı, nizamlı və səliqəli görüntüsü maraqla qarşılanıb. Sosial şəbəkələrin erməni segmentində əhali iki şəhəri müqayisə edərək İrəvanın mövcud vəziyyətinə görə hökuməti və paytaxtın merini ittiham ediblər. İki şəhərin də bir-birindən kəskin şəkildə fərqləndiyi, son 35 ildə Bakının sürətlə dəyişdiyi və nizamlı şəkildə yeniləndiyi, lakin buna rəğmən İrəvanda tamamilə fərqli vəziyyətin müşahidə olunduğu bildirilir. Ermənilər hazırda hökumətin Avropa yönümlü siyasəti fonunda sözügedən bölgənin əsas ölkələrindən birinin yeni seçilmiş rəhbərinin səfərinə ciddi hazırlıq görülmədiyini yazırlar. Xüsusilə paytaxtın iddia edildiyi kimi inkişafına çalışıldığı deyil, diqqətdən kənarda qaldığı vurğulanır. Bunun Ermənistan və Azərbaycanın bir prezidentin gözü ilə təqdim edilən formada çox sayda insanlara çatdırıldığı, amma Bakıdan fərqli olaraq İrəvanın imici üçün heç də yaxşı olmadığı bildirilir. Belə ki, sözügedən görüntüləri müqayisə edən istənilən şəxsin Ermənistanda inkişaf prosesinin zəif getdiyi və yeniliklərin az olduğu, şəhərin turistlər üçün elə də cəlbedici görünmədiyi qənaətinə gələcəyi yazılır. Bu isə İrəvan üçün mənfi nüans kimi qiymətləndirilir. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.